Drive someone crazy. Drive someone crazy. Bu idiom çox işlənən, danışıq dilində çox canlı səslənən bir ifadədir. Azərbaycan dilinə birini çox əsəbləşdirmək, bezdirib hövsələdən çıxarmaq, ağlını başından almaq deməkdir. Buradakı crazy sözü həqiqi dəlilik mənasında deyil, emosional olaraq çox əsəbləşdiyini göstərmək üçündür. Məsələn, demək istəyirəm ki, bu səs məni dəli edir. Məsələn, su axır krandan, damcıldayır və bu səs məni dəli edir. Necə deyəcəyik? This noise is driving me crazy. Və ya demək istəyirəm ki, onun daimi şikayət etməsi, belə insanlar olur həyatda, həmişə şikayət edir. Demək istəyirəm, onun daimi şikayət etməsi hamını bezdirir. His daimi olacaq constant. His constant complaining, her də ola bilərdi, qadın kişi fərq etməz. Drives everyone crazy. Və ya uzun növbədə gözləmək məni hövsələdən çıxardır, dəli edir. Waiting in long lines drives me crazy. Bu ifadə bəzən müsbət mənada da işlənə bilər. Məsələn, birini çox seviriksə, ona heyranıqsa, deyirik ki, she drives me crazy, I love her. Yəni, o məni dəli edir, onu çox sevirəm. Here goes my question to my followers. What drives you crazy the most? Loud noises, slow internet, being late, people who don't listen, or something else? Comment below.